Allah'tan məktub. Bismillahirrahmanirrahim. Biz insana, ata-anasına yaxşılıq etməyi, valideynlərlə gözəl davranmağı, onlara yaxşı baxmağı tövsiyə etdik. Çünki anası onu 9 ay bətnində zəhmətlə gəzdirmiş, əziyyətlə dünyaya gətirmişdir. Onunla ana bətnində daşınma və süddən kəsilmə müddəti 30 aydır. Nəhayət, insan kamillik həddinə yetişib 40 yaşa çatdıqda belə deyər: Ey Rəbbim, mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver. Nəslimi əməli salih et. Mən günahlardan sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam. Özümü cani dildən Allaha təslim edənlərdənəm. Əhqaf